Əlavə olaraq gəlin, say sistemlərinin tutumu ilə bağlı danışaq. Misal üçün, kiçik say sistemində rəqəmlər nə qədər yer tutacaq, onluq say sistemində olan ədəd nə qədər yer tutacaq, bir də 16 say sistemində olan ədəd nə qədər yer tutacaq. Bunları bilmək istəyiriksə, demək, ikilik say sistemində hər simvol 1 bit yer tutacaq. İkilik say sistemində hər simvol 1 bit yer tutacaq. Misal üçün, buna ikilik say sistemi 2 üstü 1 demək olduğu üçün 2 rəqəmdə bu da 1 bit, hər birinə 1 bit yer qalır. Və misal üçün 1, 0, 0, 0, 1, 1, 1. Desək ki, bu yaddaşda neçə bit yer tutur və yaxud da neçə byte yer tutur deyə edə bilər. Biz onda baxacaq ki, 1, 2, 3, 4, 5, 6, 7, bir dənə rəqəm yazıram, ta 8. Bu yaddaşda nə qədər yer tutacaq? 8 bit. Deməli, hər simvolu 1 bitdən götürsən, ümumi olacaq 8 dənə rəqəm və hər simvol 1 bitdən 8 bit edir. Cavabda 8 bit də verə bilər, 1 byte da verə bilər, fərqi yoxdur. 8 bit də verə bilər, 1 byte da verə bilər. Demək, ikilik say sistemində, ikilikdə yaddaşda tutumu, hər simvol üçün 1 bit yer qalır. Simvolların sayını saysız. Və tutaq ki, 1, 0, 0, 1. Yaddaşda nə qədər yer tutur ikilik say sistemində olan bir ədəddir. 1, 2, 3, 4 dənə rəqəmi olduğu üçün olacaq 4 bit yer tutacaq. Bu da bu qayda ilə. Əlavə olaraq 16-lıq say sistemində olan bir ədəd yaddaşda nə qədər yer tutur? Gəlin baxaq. Yazsam ki, 16-lıq say sistemində olan ədəd yaddaşda nə qədər yer tutar? Yazıram 16-lıqda olan bir ədəd. 16-lıqda olan bir ədəd. 16-lıq 2 üstü 16, 2 üstü 4 demək olduğu üçün hər simvola 4 bit yer qalır. Gəlirəm, baxın yazıram. Yazıram ki, tutaq A, F, 3, 4, 5. Tutaq 16-lıq say sistemində də belə təsəvvür edin. Deyirəm, bu yaddaşda nə qədər yer tutur? Biz artıq baxırıq ki, neçə dənə simvol var? 1, 2, 3, 4, 5 dənə. Hər biri 4 bitdən 5-i vuracaq nəyə? 4-ə cavab eləyəcək nə qədər? 20. 20 bit yaddaşda nə olacaq? Yer tutmuş olacaq. 16-lıq say sistemində hər simvol 4 bit yer tutur. 2-lik say sistemində hər simvol 1 bit yer tutur. İndi 10-luq say sistemini tarif edən nümunə göstərəcəm. Demək, 10-luq say sistemində olan bir ədəd, ümumi olaraq belə bir şey deyilir ki, 10-luq say sistemində olan ədədin yaddaşda nə qədər tuta bilər. Demək, 35 ədədi 10-luq say sistemindədir. Yazıram 10-luqda olan ədəd. 35 hansı iki qüvvətlər arasında yerləşir? 32 ilə 64 arasında. Yəni ki, 2 üstü 5 ilə 2 üstü 6 arasında 35 yerləşir. Özündən böyük olan hansısı o qədər tutacaq? Yəni, neçə bit? 6 bit. Bunun qüvvəti qədər yer tutacaq. 35 rəqəm deməli 6 bit yer tutacaq. Bilməyən varsa, bunu 2-liyə keçirib cavabı yoxlaya edə bilər. 35-i baxın, 2-liyə keçsən, görəsiniz ki, 35 bölünsün, 2-yə bölə geçsən. 1, 2, 8. Bunu əslində standart belə də çevirə bilirəm. 35 tutaq ki, 2 üstü, 5 üstü, 2 üstü, 2 üstü, 2 üstü. Test keçirdim. 1, 0, 0. 35 rəqəm edir, 5, 4, 3, 2 var. 2 üstü 1, 2 üstü 35, 2 üstü 5, 2 üstü 1, 2 üstü 0. Yazıram 5, 4, 3, 2, 1 var. Bu, misal çevirəndə, əvvəlki videoya baxsınız, görərsiniz. 10-luqdan 2-yə keçirmən qaydasını izah eləmişəm. Baxarsınız ki, 1, 2, 3, 4, 5, 6 dənə simvol yaranır. Həqiqətən də 6 bit yer tutur. Bax belə. Tutaq ki, 64 rəqəmi desəm, yaddaşda nə qədər yer tutur? 64 rəqəmin özü hansı rəqəmlər arasında yerləşir? Bax, tutaq desəm ki, 64 10-luq say sistemində olan ədəd yaddaşda nə qədər yer tutur? 64 yerləşir 32 ilə
İki hansı qüvvətlər arasında yerləşir? 128 arasında. İki qüvvətlərin birlikdə 2 üstü 1, 2 üstü 2, 2 üstü 100, 64 bunların arasında yerləşir. Burada olacaq 2 üstü 5 ilə, yəni 2 üstü 64-ün onsuz da özü 2 üstü 6 deməkdir. Burada özündən sonra gələn 2 ən böyük qüvvət hansıdır? 2 üstü 7. Deməli, yaddaşdan qeyd olacaq 7 bit. Yer tutmuş olacaq 7 bit. Hesab olacaq 7 bit. Baxın belə.